Bəli, hörmətli izləyicilərimiz, biz bu günlərim yenə də Mingəçevir şəhər mərkəzi xəstəxanasının rəhbəri, vaxt olacaq sabiq rəhbəri Ülfət həkim haqqında danışırıq. Ülfət həkimdən bizə çoxlu sayda şikayət ərizələri daxil oldu. Mən Misal Kəlbəcərli jurnalist olaraq nə edirik? Biz də bunları ictimailəşdiririk. Əlbəttə ki, Sevinç xanıma qarşı olan haqsızlıqla bağlı biz bu günlərim yenə bəzi faktları araşdırıb. Sizi inandırır ki, mən çəkilişləri eləyirəm. Mərkəzi xəstəxanalar, Mingəçevir mərkəzi xəstəxanasına o qədər bizə şikayətlər daxil olur ki, tibb bacılarıdır, tibb işçiləridir. Hələ onları işlandırmamışam. Onları da inşallah növbəti saylarımızda işlandıracağıq Allah qoysa. Və inanmam ki, bu çəkilişlərimizdən adiyyəti olan orqanlar birbaşa xəbərdar olub, başda cənab prezidentimiz Ülfət həkiminin etdiyi həkimlərə, tibb bacıları elədiyi haqsızlığı inşallah şahidi olacaqlar. Və sizə demək, bildirmək istəyirəm ki, Ülfət həkim Sevinç xanım haqqında, Sevinç bizim Allahverdiyev və Sevinç xanım doğum şöbəsinin, ginekoloji doğum şöbəsinin rəhbəri olubdur və onu C bəndi ilə çıxarılıbdır. Amma bu, demək, Mingəçevir şəhər Əhali Müfəttişliyi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aran Regional Şöbəsinin birbaşa qərarıdır. Bu qərarda göstərilir ki, Həmkarlar İttifaqı tərəfindən rəy olmadan C bəndindən çıxartmaq, xitam vermək düzgün deyil. Və ona görə Ülfət həkim inşallah sizi həmin müfəttişliyə yəqin ki, cərimə eləyəcəkdir də, inşallah da yenidən Sevinç xanımın işinə bərpa olunacaqdır Allahın izni ilə. Biz buna tezliyinə inanırıq. Ondan əlavə sizə mən nəyə bildirmək istəyirəm? Demək, Ülfət həkim haqqında bizə Mingəçevir şəhərindən çoxlu sayda zəhlər gəlir ki, mərkəzi xəstəxanada çoxlu sayda insanların pensiya çıxarılması ilə bağlı faktlar bizə deyirlər və ödənişlər, pullar alınıbdır. Onunla bağlı məhkəmədə, bu dəqiqə hal-hazırda ağır məhkəmədə, yoxsa yüngül məhkəmədə cinayət işi var onun haqqında və inşallah inanırıq ki, haqq, ədalət yerini tapacaqdır. Yəqin ki, Azərbaycan Respublikasının ədliyyəsi inşallah onun haqqında düzgün qərar verəcəkdir. Və bizə bildirilənə görə, deyilənə görə və məlumatlar gəlir ki, demək, bu Ülfət həkimin arxasında kim dayanıbdır? Təbib dayanıbdır. Təbib də bu günlərin nə oldu? Təbib də işdən çıxarıldı. Ona görə də Ülfət həkim, sizin arxanızda heç bir təbib dayanmır. Amma Sevinç xanım kimi insanların və bizim arxamızda cənab prezidentimiz və ahilimizin rəyləri dayanır. İnanıram ki, tezliklə inşallah Ülfət həkim Sevinç xanıma elədiyi haqsızlığa görə cəzasını alacaqdır. Və mənim sizə son xəbərdarlığım, bir də son xəbərdarlığım odur ki, inşallah nə etmək lazımdır? Sülh bağlamaq lazımdır. Və inşallah Sevinç xanımı tezliklə işinə bərpa etmək lazımdır. Və Sevinç xanım işinə bərpa olunandan sonra, ondan sonra əgər həqiqətən də o birisi işçilərə qarşı haqsızlıqların davam etməyəcəksə, dayanacaqsa, çəkilişlərimiz dayanacaqdır. Əgər o birisi işçilərə də qarşı haqsızlıq eləyəcəksənsə, yəni tibb işçilərinə qarşı yenə də çəkilişlərimi davam edəcəm. Bəli, hörmətli işçilərimiz, mən Misal Kəlbəcəri hər zaman, istər səhiyyə işçilər olsun, istər təhsil işçilər olsun, hər bir kəsin öz fikirlərini, hər bir kəsin şikayət və müraciətlərini, amma ədalətlə, haqla işlandırmağa hazırıq. Adiyyəti olan orqanlardan xahiş edirik, ciddi araşdırma aparılsın. Təşəkkürlər. Həmkarlar İttifaqının rəyini mən sizə açıqladım ki, Həmkarlar İttifaqı birbaşa bildirib ki, və burada düzgün deyil, əmək müfəttişliyi ilə bildirib ki, yəni C bəndinə çıxarmaq, xitam vermək düzgün deyil. Ona görə inşallah qanun qarşısına inşallah tezliklə cavab verəcəksiniz. Təşəkkürlər, minnətdaram, çox sağ olun.